istersen nerelerde saklansan ağlıyorum ben seni gelme gibi yüreğimde dinlemişim gece gündüz ağlamışım. Araştırmalar gösterir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik, yanğın və partlayış hadisələrinin əsas səbəblərindən. Odur ki, elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı, elektrik xətləri və uzadıcılar həddindən artıq yüklənməməli, elektrik və qaz cihazlarında nasazlıq yarandıqda onların yoxlanılması və təmiri yalnız mütəxəssisə həvalə edilməli, qeyri-standart elektrik və qaz cihazlarından istifadə edilməməli, cihazlar istismar qaydalarına uyğun tətbiq edilməli, elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli, daim nəzarətdə saxlanılmalıdır. Mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalıdır. Bundan əlavə, mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmayın, elektrik və qaz cihazlarını işə salmayın, açıq oddan istifadə etməyin. Qaz iyi hiss etdikdə isə dərhal qapı və pəncərəni açın. Evə qazın girişini bağlayın və qəza xidmətinə xəbər verin. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin. Danışın Bakı. Öten iller nəğmələndi. Geceler ay geceler, ay batar ay geceler. Geceler ay geceler, ay batar ay geceler. Seni sever gözlerim ne yatar ne dinceler. Seni sever gözlerim ne yatar ne dinceler. Gel 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 benim Leyla'm gözlerine olmuşam heybem. Gel 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 benim Leyla'm gözlerine olmuşam heybem. Dağlara çelik düşende, güllere şey düşende. Dağlara çelik düşende, güllere şey düşende. Gönlüm seni arzular, yadıma sen düşende. Gönlüm seni arzular, yadıma sen düşende. Gel 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 benim Leyla'm gözlerine olmuşam heybem. Gel 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 benim Leyla'm gözlerine olmuşam heybem.